Gündəlik ingilis dilinizi yoxlamaq üçün hazırladığımız bu sürətli və əyləncəli təhlilə hamınız xoş gəlmisiniz. Gəlin görək ən vacib gündəlik sözləri nə qədər yaxşı bilirik. Yaxşı, bu bildiyimiz klassik dərslərdən deyil, əslində qısa bir sınaqdır. Məqsədimiz nədir? Gündəlik həyatda istifadə olunan ifadələrdən neçəsini artıq bildiyinizi görmək. Maraqlıdır görəsən, neçəsini düz tapacaqsınız. Elə isə başlayaq. İlk bölməmiz təbii ki, səhər fəaliyyətləridir. Gəlin yoxlayaq, görək səhərlər ingilis dilində özümüzü nə qədər sərbəst ifadə edə bilirik. Deməli, bu bölmədə 3 əsas səhər hərəkətinə baxacağıq: qalxmaq, duş qəbul etmək və əlbəttə səhər yeməyi yemək. Hazırsınızsa, ilk sualımız gəlir. Beləliklə, ilk sualımız yuxudan oyandıqdan sonra etdiyimiz ilk şey. Qalxmaq sözünü ingiliscə necə deyərik? Bir anlıq düşünün, cavab ağlınıza gəldi. Düzgün cavab get up. Amma bir dəqiqə unutmayın, wake up yuxudan oyanmaqdır, get up isə yataqdan qalxmaq. Bu, kiçik amma həqiqətən vacib bir fərqdir. Tələffüzünə də diqqət edək, get up. Bu asan idi, elə deyilmi? Gəlin davam edək. Yaxşı, növbəti sınağa hazırsınız? Tempimizi itirməyək. Bəs, duş qəbul etmək üçün hansı ifadəni işlədir ingilis dilində? Və cavab, take a shower. Yeri gəlmişkən, bəzən have a shower da işlədə bilərsiniz. Hər ikisi də tamamilə doğrudur. Tələffüzü isə belədir, take a shower. Bu, hər səhər üçün çox faydalı bir ifadədir. Və səhər rutini üçün son sınağımız gəlir, səhər yemək yemək. Bu biraz fərqlidir, çünki birbaşa tərcümə deyil. Görək bunu tapa biləcəksinizmi? Cavab gəlir, have breakfast. Düzgün tələffüz isə belədir, have breakfast. Əla, bununla da səhər rutinini tamamladıq. İndi günün növbəti hissəsinə keçməyə hazırsınız? İndi isə keçirik günorta lüğəti testinə. Gəlin baxaq, günün ortasında etdiyimiz əsas işləri ingiliscə necə ifadə edirik? Gəlin yoxlayaq. Bunu bilirsinizmi? Məktəbə getmək. Çoxumuz üçün bu, gündəlik bir fəaliyyətdir. Fikriniz varmı? Bəli, düzgün ifadə go to school-dur. Tələffüzünə baxaq, go to school. Çox sadə və birbaşa. Məsələn, deyə bilərsiniz ki, I go to school every morning. Növbəti sualımız xüsusilə məktəblilərin çox yaxşı bildiyi bir fəaliyyətlə bağlıdır. Yaxşı, bəs ev tapşırığı etmək necə deyilir? Və cavab, do homework. Tələffüzü də belədir. Do homework. İndiyə qədər həqiqətən əla gedirsiniz. Bu ifadələri bilmək gündəlik ünsiyyətdə sizə çox böyük kömək olacaq. Beləliklə, artıq son interaktiv bölməmizə gəlib çatdıq, axşam rutini. Gəlin günü ingiliscə ifadələrlə birlikdə yekunlaşdıraq. Axşam fəaliyyətlərinə keçməzdən əvvəl, gəlin günün hissələrini sürətli şəkildə təkrarlayaq. Deməli, səhər, morning, günorta, afternoon, axşam, evening və gecə, night. Bu sözlər növbəti suallarımız üçün bizə lazım olacaq. Yaxşı, axşam fəaliyyətlərinə başlayaq. Bunu necə deyirsiniz? Evə getmək. Günün sonunda hamımızın etdiyi bir şeydir, elə deyilmi? Cavab go home'dur. Go home. Baxın, buradakı ən vacib məqam to sözünün olmamasıdır. Yəni, go to home demirik. Sadəcə go home deyirik. Bu, ingilis dilində çox yayılmış bir istisnadır. Yadda saxlamağa dəyər. Və günün son fəaliyyəti yatmağa getmək. Testimizin son sınağı da budur. Əminəm ki, bunu da asanlıqla tapacaqsınız. Və son cavabımız, go to bed. Tələffüzü isə go to bed. Təbriklər, bununla da interaktiv testimizi uğurla başa vurduq. Testi tamamladığınız üçün sizi təbrik edirəm. Ümid edərəm, nəticənizdən razı qaldınız. İndi isə gəlin öyrəndiyimiz əsas məqamları çox sürətli şəkildə bir dama nəzərdən keçirək. Gəlin bu təhlildə keçdiyimiz ən vacib ifadələri bir daha xatırlayaq. Get up, take a shower, have breakfast, go to school, go home və go to bed. Unutmayın, bunlar sizin gündəlik ingilis dilinizin, belə demək olarsa, təməldaşlarıdır. Deməli, əsas məqam nədir? Baxın, bu ifadələrdən hər gün istifadə etmək sizin ingilis dilinizi daha təbii və axıcı səsləndirəcək. Məsələ sadəcə sözləri əzbərləmək deyil, onları doğru zamanda və doğru yerdə istifadə etməkdir. Və son olaraq, sizi kiçik bir düşüncə ilə baş-başa buraxıram. Bugün istifadə edəcəyiniz ilk ingiliscə ifadə hansı olacaq? Çünki öyrəndiklərinizi dərhal tətbiq etmək, onları yadda saxlamağın ən yaxşı yoludur.
Növbəti təhlilimizdə görüşənədək.